Riyaziyyat elmin gimnastikadır. Bilirsiniz ki, riyaziyyat bizim hayatımızın her yerinde, her addımındadır. Dünya, riyaziyyat dilinde yazılmış bir eserdir. Bu o demektir ki, birbirine zəncirvari bağlanmış bu əlaqəli bağlar her zaman bir açardır. Riyaziyyat qalasının qapısını sadəcə güclü və cəsur insanlara açır. Məşhur riyaziyyatçı Əl-Xarəzmidən bir insanın qiymətini soruşduqda o bu cavabı verirdi. Əgər bir insanın əxlaqı varsa, ona bir rəqəmi verilir. Əgər o gözəldirsə, ona bir sıfır əlavə olunur. Onun pulu varsa, bir sıfır daha əlavə olunur. Həm gözəl, həm pulu varsa, ona 2 sıfır əlavə olunur. Lakin önündəki bir götürərsə, bu insanın qiyməti yerdə qalan sıfırlara bərabər olar. Məlumdur ki, riyaziyyatda müxtəlif bucaqlar, onluqlar, rəqəmlər, kəsirlər mövcuddur. Elə bucaqların özü. Heç vaxt düz bir bucaqla mübahisə etməyin. Çünki o hər zaman düzdür. Bu bucaq niyə kepsizdir? Heç bilirsinizmi? Çünki o heç zaman düz ola bilmir. Əziz riyaziyyatçılar, siz heç bilirsinizmi ki, Tayland dilində ha 5 rəqəmini ifadə edir. Əgər 555 demək istəyirsinizsə, ha demək bəs edir. Buna məsəl olaraq 420 üstəgəl 135 bərabərdir ha. Bax belə, riyaziyyat nə qədər əyləncəli, çətin, bir o qədər də qəliz olsa da, gəlin riyaziyyatı sevək və onunla dost olaq.